Çox mühüm məsələdir. Əgər insan dilini qoruyarsa, mütləq cənnətə daxil olacaq. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm açıq aydın İmam Buxarinin rivayət etdiyi bir hədisdə bildirir. Səhl ibn Sa'din rivayət etdiyi hədisdir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kim mənə iki çənəsi arasındakını və həmçinin iki qıçı arasındakını qorumasına zəmanət verərsə, mən onun cənnətə daxil olmasına zamin olaram. İki çənə arasında olan nədir? İnsanın dilidir. Və eyni zamanda iki qıçı arasında da olan onun övrətidir. İnsan əgər bunu qoruduğu təqdirdə Rasulullah sallallahu aleyhi və səlləm açıq aydın bildirir ki, mən onun cənnətə daxil olması üçün zaminəm. Zamin duran kimdir əziz qardaşlar? Rasulullah sallallahu aleyhi və səlləm. Allahın elçisidir. Zəmanət altına alınmış olan kimdir? Dilini qoruyan kəs. Və o kəs nəticə etibarilə nəyi qazanır? Cənnətə daxil olmağı qazanır. Ona görə insan dilini qoruduğu təqdirdə, həmçinin necə ki Rasulullah hədisdə bildirdi, iki qıçı arasındakı olanı qoruduğu təqdirdə açıq aydın bildirir ki, mən onun cənnətə daxil olması üçün zəmanət verirəm. Və həmçinin əziz qardaşlar, insan dilini qoruduğu təqdirdə bir mənalı olaraq nicat tapacaq, qurtuluşa nail olacaq. Və həm dünyada və həm də axirətdə.